Röya xanım, ilk öncə təbrik edirik sizi. Çox sağ olun, Selim. Röya xanım, 25 illik səhnə yaradıcılığı ilə bağlı səhnə aldınız. Səhnəyə çıxarkən ilk düşündüyünüz, ilk hissləriniz nə oldu? Dünən yenə də əmin oldum ki, bunlar elə belə məni istəmirmiş. Və doğrudan da düz deyirdilər ki, yox, belə şeylər də olur. Və dünən başa düşdüm ki, o mənə deyirdilər ki, istəmirik heç nə. Yəni doğrudan da şou səhnənin bir qoludur, bir hissəsidir. Amma dünən başa düşdüm ki, mənim zarafatlarım üçün darıxıblar, mənim oxumağım üçün darıxıblar. Özdə ki, paltarımı da çox bəyəndilər, nə yaxşı ki, belə geymişəm. Belə çıxdım, baxdılar ki, abırlı qızdır, sonra belə çöndüm ki, o qədər də deyil. Aha. Röya xanım, səhnədə çoxlu zarafatlar oldu və zarafatlar sosial şəbəkədə demək olar ki, viral oldu da. Birdən gəlir, biləsiniz. Bugün də bilmirəm nələr gözləyirsiniz. Allah da bilir, mən də bilirəm ki, mən bildiyim budur ki, bilmirəm. Aha, siz orada qeyd edirsiniz ki, demək həyat yoldaşından ayrılması falan. Ümumiyyətlə bu kimi yanaşmalar səhnədə sizdə anidən gəlir də bunlar. Necə qarşılayırlar bax tamaşaçılar, dostlar? Özünüz də gördünüz də. Dünən hətta mənim gəlim gəldi, dedi ki, ay abla nə qədər güldük. Sən nə qədər komik adammışsın, evdə mənə belə bilirlər. Vay anam, vay! Sən nə qədər komik adamsın deyir, sən hər dediyin sözdə arkada deyir, hər kəs gülür, hər kəs. Onlar buna dəşirlə var. Röya xanım, 25 ildə səhnədə, ümumiyyətlə yaradıcılığınızda gülməli hadisələr nə olub ki, bugünkü gündə xatırlanır? Maraqlı sözlər olub, bəzi də yaxşı sözlər olmayıb, cümləmi tamamlaya bilməmişəm. Amma mənim media həmişə o barədə qoruyub bilir söz. Yəni məni qoruyan olmasaydı, Allah bilir mənim də haradaydım. Röya xanım, hal-hazırda olduğunuz yerdən bildiyimiz qədər məmnunsunuz. Amma 25 ildən sonra daha 25 ili Röya xanım özünü harda görmək istəyər? Yenə də burada görmək istəyirəm. Yenə də istəyirəm yanımda sən olasan. Yenə də istəyirəm ki, məni sevən 10 yaşındakı uşağım 40 yaş olsun, 30 yaş olsun, ömrü uzun olsun, 40'ın 70 yaş olsun və sevərək mənim konsertimə gəlsin. Yenə də bu həyatı istəyirəm. Röya xanım, səhnə həyatınızda heç peşmançılıq yaşadığınız anlar olur? Sənə bir dənə söz deyim, birini də vurum. Mən ümumiyyətlə peşman olan adamları sevmirəm və peşmançılıq da çəkmirəm, doğrudan. Biraz məyus ola bilirəm bir sənə barədə. Yerimə o zaman deyirəm ki, ayda, mən niyə sənə belə dedim, könlünü deyəsən qırdım. Amma peşman olum falan, bundan özümə sadəcə dərd çıxardıram. Özümə belə şapalaq vururam, bildim belə daxildən. Deyirəm, bir də belə bir səhv buraxmayın. Röya xanım, kimdir günahkarı? Dünən təqdim etdiniz. Çox mükəmməl idi. Maraqlıdır, kimdir günahkarda? Sevəndir günahkar, yoxsa sevilən? Məncə seviləndir günahkar. Çünki məni həmişə seviblər. Mən sevmirəm, nətər eləyim. Uğurlar arzu edirəm sizə. İnşallah ikinci gündə də. Bax, sənə belə ürək göstərirəm. Çox təşəkkür edirəm. Bu arada səni göstərim, güzgüm qırıldı. Dünəndən hiss edirəm ki, bu güzgü qırılacaq. Bugün qırıldı. Aha, göz nəzərdir. Göz deyil. Göz deyil, buna önce 2 dəfə qoymuşam axı belə şapalağını ona görə. Röya xanım, bugünkü gündə nələr gözləyir tamaşaçılarımızı? Sənə bir söz deyim Aysel, o məndən asılı deyil, mən çıxacağım indi səhnəyə, biri bir dənə söz deyəcək, ya da ki biri bir sevgilisinin əlini tutacaq, ya da biri bir şey edəcək və orada başlayacaq şou. Uğurlar arzu edirəm sizə. Mən sevirəm, xoş gəldin. Mən də sizi çox təşəkkür edirəm.